sizi 9 ay o bedeninde saklayan, sizin o bayrağınızı çalan, sizi o iktisadi cəhətdən təmin edən o valideynlərin sağlığı, ata-analarının sağlığı. Hansı ki dünyasının dəyişikliği Allah onlara rəhmət eyləsin, torpağı sağda sizə ömür versin, hasıla durursa, qoy ömrü uzun olsun, canı sağ olsun, balalarının həməşə gözəl günlərini görsün, onlar cümrəhlansın, həməşə gözəl sirdə, sifətdə gözəl dəyişiklik onlara Allah rəhmət eyləsin, hasıla vaxt yaşayırsa bizlə beraber nəfəs alırsan, qoy onların sağlığı olsun. Və öz ata-anamızla beraber sizə o atalıq, analıq edən, o sizə birinci sirdə dərs verin, bizimlə beraber qabaq-qabağa eləsən, bu qocaman müəllimlərimizin sağlığı. Bir şey nəzərinizə çatdırın, gözüm mikrofonu salmışam. Görene kadar birinizin köynəniz belə qalmışdı, birinizin şapkınız beləydi, birinizin ayakkabınız beləydi. Elə fərq almam, maraq yolda duralım. Yani bu sağlığınızı, sizin ata-analarınızın sağlığına ve sizin ikinci valideniz olan bizim bu kocaman müəllimlərimizin sağlığına. Var müəllimə sağ olun, var müəllimə sağ olun. Mən həmişə sizi hansı tədbir olursa olsun, orada bizim əsnəqat müəllimlərimizin, dünyasını dəyişmiş müəllimlərimizin, bizim işler çıkmış personel müəllimlərimizin adını su qeyd edelim, onu həmişə qədər sanırım, onu gələcək nəsillərin fəaliyyətini çatdırın. Qoy bütün ata-analarınızın sağlığı olsun, bütün validələrinizin sağlığı olsun. Və sizə ikinci validəni verirlər, o birinci sirfə gələndə, o şallarınızı düzəldən, donunuzu düzəldən, çantanızı düzəldən, o kitabınızı çantaya qoyun, bizim bu ağsaqqal müəllimələrin sağlığı olsun. Var müəllim ehtiyatlı olan sana söz verəcəm danışacaq. Qoy bütün validələrin sağlığı olsun, ata-analarının sağlığı olsun, o cümlədən müəllim kalitinin sağlığı olsun və bunların nümayəndəsi olan bizim ağsaqqal müəllimlərimizin sağlığı olsun. Var bacı sağ olun, Mərə bacı sağ olun, Zöhrə müəllimənin sağlığı olsun. Sonra xanım müəllimənin sağlığı olsun. Sonra kim var bizim farklı müəllimələrimizdən? Qoy onların sağlığı olsun, ölenlərə də Allah rəhmət eyləsin. Var bacı buyur. Bir tebrik geçirdiniz ki bizi de buraya davet ederdiniz. Bütün yaralarımızı təzələrdiniz. 20 il bundan qabaq geçirdiğimiz günler Kino lentikini qabağımızdan geldi geçti. Çok şad olduk. Allah size uzun ömür, can sağlığı versin. Öz ailenizin içinde uzun müddet yaşayın. Size təlim, tərbiyə verən müəllimlərin həmişə güzel olsun. O cümlədən Nəysərin axsaqqal müəllimlərinə Allah can sağlığı versin. Onlar bizim dəstəmizdən seçilməsin. Ölənlərə rəhmət, qalanlara can sağlığı. Allah sizə uzun ömür versin. Salam.
o köhnə eskiyenin ucar nöqtəsindən gələnlərdən başlayacaq Qaymaqlı kəndinə qədər. Qalxanda o yoldaş özü aile tərkibatında məzun yoldaşlarına məlumat verecek. Evliyəm, yoldaşım falan kəsdi, bu qədər oğlum var, bu qədər kızım var, hələ özünü işini də, gücünü də, uşaqlarını da oxuduğu şeyləri desə yaxşı olur. Mən çox üzr istəyirəm. O vaxtı o istəyənləriniz olur, istəməyənləriniz olur. İndi bəlkə bir istəyir ki, o oğlunu sənin üzünə verər, və ya da sənin üzünü öz oğluna bir daha verə səminləşək. Ona görə də ailə tərkibatında geniş məlumat vermək lazımdır. Özüm bilirəm də alma vaxtı biri var, istəyirdir sənə ifattırma. İndi bəlkə də o istəyir ki, deməli səndən bir balaca qoğum olur. Mən üzü istəyirəm, Sinan'ın balacadan gözüm artıq 37-40 yaşında o məzun şahid hörmətin yerində qalsın, ancaq belə söhbətlərə yer vermək lazımdır. Aydın mı? Ailə şəhərsə. İcazə verin, bugünkü gündə o eskiyenin uclar nöqtələrindən gələn, xüsusilə Moskvadan, o Sibirdən, hələ gəlin o tərəf, o şərq tərəfi nəzərdə tutaq, o Avropa tərəfi nəzərdə tutmuyor. Mən Avropa tərəflərə doğru biraz çox güzel. İcazə verin Moskvadan və o Sibir tərəfdən bugünkü günə təşrif buyurur gəlmiş, o mərkəbin dəvətnaməsini qəbul edən, o yoldaşlarla görmə hissi ilə yaşayan, bu saat iqtisadi vəziyyət çox çətindir. Hamımız bilirik. O ailədə söz-söhbət edilir ki, mənim getmək xərcim bu, gəlmək xərcim bu, oradakı xərcim bu. Bunların hamısını dara atır, o poyede bilet alıp poyedi götürür, samalyota bilet alır, samalyotu götürür. Veyahut da avtobusla gəlir, veyahut da öz maşınımla gəlir. Deməli, böyük bir əziyyət çəkir. İcazə verin. Moskvadan gələnlər və o Sibir tərəfdən gələnlər kim varsa xahiş edərək məlumat tutun. Haydi siz oraya daxilsiniz. Moskvadan gelen sizsiniz, o Kur'an'la karşılıyor. Bir de o birisi taraftan var. O taraftan gelen kimlerdir? Deməli biri aydındır, biri nasiptir. Sizi 20'liğiniz mübarek olsun. Siz hoş geldiniz. Dünyada ne kadar güzel gün istiyorsanız hamısı size kısmet olsun. Ve insanın hayatında da bu gün de bir tarihi gündür. O Allah versin günümüz bak böyle şenliyle, böyle iqtisadi bolluğuna, böyle güzel ahval huzur için. O sizin sağlığınız olsun. Nasıl sizin sağlığınız olsun? Aynı sizin sağlığınız olsun. Video çeker. Mikrofonu vereceğim ben o yoldaşlara. Hardan gelip deyip, kimki, evladı, oğlu, uşağı, ne işle meşhuru kısaca məlumat verir. Evvelki tədbirlərdə uşaqlar bu şeydə çox çaşdılar. Bəzən uşağın qabını tapmaqda çətinlik çəkənlər olur. Hamınızı salamlayıram. Ailəliyəm, 2 uşağım var. Özgə nə deyim, hamınıza xoşbəxtlik yazıyorum. Sağ ol. Bayramımızdır, aileliyim, yoldaşım kentimizdir, bir kızım bir oğlum var. Sağ olun, tam hoşbext. Ne işten məsulsan? Sürücüyüm, kafa sürücüyüm. Hamısı deməli, o qolun bu qarın gözün aydın, yaxşı görsün. Əziz yoldaşlarım, mən Moskvada yaşayıram. Rusiyanın nəzərində var. Moskva dövlət açıq sağ olmuşdur. Baş ağam, yoldaşım həkim, Gürcistanın Marmara rayonu Keşavi kəndi. Həmin şəhərimizin bir nömrəli poliklinikasında həkim işləyir. Allah həmişə yolunuzu xeyir işi sağlasın. Moskva Leningrad yolunun Afganında yaşayır. Buradan Meyhana İngilizce aralıdır şəhər. Yolumuz şəhərdə gələr. Mənsim oradan keçib gəlmir. İndi deyirəm, gələndə adresini verəcəm, özünün telefonumuz var. Bir də evladım var. O da buradadır, Leyla xanım. Sağ olun, minnətlər. Leyla qıratlıcını vardır, Saratov, hamısının alakası yaradan mənə. Bir daha gələndə kəndə, evində belə gələndə bundan da gözəl belə iqtisadi cəhətini bozdur. Rast olasın, belə gözəl toylara, belə gözəl şartlar olsun. Aparasın bunu günlüğün yanına, o böyle gözəlini deyəsin. Gün yaxın gedir. Ben bu
təşəbbüsü həqiqətən də çox alqışlayıram. Sağ olun. Cəl kimi sözlərindən, Adı kimi sözlərindən, Ağamalın sözlərindən, Cəlal Qəhrəmanın sözlərindən nə bilirsiniz buna üzülürsünüz? O bilməsəniz də bizim o köhnə havalardan oxuyursunuz, o dağlardan oxuyursunuz. Çünki bunların hamısı dağ adamlardır, bunların hamısı dağa gelip gelmiş adamlardır. Dağda gelmiş adamlardır, yani o çapılar çatır var dağlar dağlar. Aferin hocam, apar ver koyun yaxşı. Onları okumaktan başka her safhada zorlanan şeyleri gözler hava çıkacak oraya. Ders beraber. Evet. O zaman...
Aziz balalar, aziz evlatlar. İcazə verin, sağlığımız uzaktan gelenlerle başlayalım. Çünkü buradaki adamların əldə vəziyyəti o kadar olmur. O yollarda çəkili əldə vəziyyəti biz hamımız görmüşük. Ona göre de gəlin onların əməlini, o zəhməti qiymətləndirək. İcazə verin, yenə Rusiyanın o yarı hissəsindən, o Avropa hissəsindən gələn qonaqlarımızın, məzunlarımızın sağlığını qeyd edir. Mən xahiş ederim, o hissədən gələn kimlər varsa yağa dursun. Ukrayna daxil doğruyor, daxil. Yağa dur, o Kuşman'la beraber oturursun, zaten bir defa televizyonda ben gördüm. Senin canın ki, hesap. O zaman da şılamba koymuşam aşağıda. İminli sen, mərtəbə 10 tane solun pulun senden almış seni bırakacağım. Ha, indi özür. İstersen gelirim, sizden başka taraftan gelen yoldaşlar yoktur. Alırsa koy, sizin sağlığınız olsun. O beyaz yoldaşlar hakkında dediğim size de şamil edilsin. Uzak yerde gelsinler. Həqiqi mənada deyirəm, bu iqtisadi çətinlikdə, bu məsələ çətin devirdə bu tələbi nəzərə alıbsan, bu çalışı nəzərə alıbsan, əziyyət çəkib oradan oğlunla beraber gəlibsən. Qoşsun 20'liğiniz mübarək olsun. Yoldaşlarımla beraber sizin hamında can sağlığı, uzun ömür, 20'lik yok, 40, 60, 80, 100'lik. Ne böyle şeydi ben bu? Bir 40 yaşınız var, deməli bir 80 yaşlarında beri yaşamak ama koşsun sağlığınız olsun, 20'liğiniz mübarək olsun. Ailemizle beraber hamında can sağlığı, uzun ömür, işimize müfəvvəqət, kəndinin həmişə siz surətdə əlaqəli olmaqdır. Gəl apar ağır, apar ver. Ben de çok şadım sizi görmeye. Ben de evliyim. 2 uşağım var. Öz kentimizdir. Sağ olun. Çok şadım ki basına. Sağ olun.
Çünkü yavaş aparsak bu üst sırada burada duracak ama tavanın bir kişiyse sen özün aksakarsan olursun. Ha bu kurtarmaz. İcazə verin gene. Mesafe meselesine kaynak. Bu sağlığımız için bahçede Gəncəyə kadar olan bu alanda gelen yoldaşların sağ olsun. Bahçı dahildir, Gəncə dahildir. Aydın mı? Bahçıdan gelen yoldaşlar karşı verin hayatım. Haberle benim bu şekilde benim ki hamdülillah hoş geldiniz. Hamdülillah. 20'liğimiz mübarek olsun. Hamdülillah can sağlığı olsun ömür hamdülillah. Hamdülillah ailende, uşaklarımıza, yoldaşımıza sevgi selamlarınızı getiresiniz. Bir de sizin yüzeyinizi qeyd eləməyi Allah'tan arz edin. Ağırın. Bir apararsa bu mikrofonu eğer götürenlerin hamısına dokundurarsan bir ona danışırlar, ondan sonra oturarsan. Mühür gazla verdin. Sağ ol. Açarım sen onu yere vurmadan işletmedin, düzemedin işte. Daha da kaçalım istiyorsun. Otur, otur. Göbek geldi. Göbek geldi canım. Ya kavağa geç abi. Kavağa geç. Evim müəllimə işləyirəm, Bakşəhərdə bildiğiniz kimi. 3 qızım var, 2 oğlum. Yoldaşım da Adem Cemsində daxildir. İki uşağım var, oğlum var. Sağ olun, yoldaşımla tanışsınız, Özkent'siniz. Evet, aynen. Ailemde yapmış uşağım var. İki kızım bir oğlum. Ben de yapacağım bunu. Düzemeli danışıyorsun. Evli hem iki kızım var. Oynamak kimi... İnşaat üstünü var, halk tərəvətin üstlərini bitirmişəm, ixtisasla işləyirəm. 2 uşağı var, biri atamın adıdır, biri anamın adıdır. Daha doğrusu pərlər adına plan doldurmuşam. Müəllimin pəri, anam pəri, uşağım pəri. Sağ ol. Bakıda yaşayırım. Ben de aileliyim. 2 uşağım var. Elə külfətdən çuburdan bizi yox. Allah'ın xoşbəxt ediyor. Sağ olun, hamımıza xoşbəxt ediyor. Yoldaşım da bizden 10 yıl üstü okuyan, tam tanıyor burada. İsterseniz onun əvəzindən de danışabilirsiniz. Hamınız hoş geldiniz. Hamınızı tebrik ederim 20'lik münasebetiyle. Yoldaşım danıştı, ailem hakkında ben danışmaya ihtiyacım yok. Çok sağ olun.
Aileliyim. Bizimde işler. Ne başladı? Aileniz ev Ben bugün burada oturmuştum müəllimlərime, qırıqı dostlarıma, hamısını ucularına verirəm ki, qırıqı da hamısını her birinin atarım. Ona göre ki, onu bir taraf part arasında oturmuşum, bir de böyle skor arasında yenilmişimsə ve şartlıqdır. Ona göre bütün hamısını təbrik edirəm, ailəli yoldaşı ölçək. 2 uşağım var, oğlan uşağı, Allah hamısını sağ olasın. Birinin 14, birinin de 10 yaşı var. Sağ ol. Çok sevdiğiniz, çok sağ olun. Ben de aileliyim, 3 uşağım var. 2 kızım, 1 oğlum var. Yoldaşım biraz kendisi. Sağ olun. Yoldaşım Kemal kendilendi. 2 uşağım var. Yok, sen yine bakacağız. Ben de aileliyim. Bir oğlum. Müəllimlərimə deyirəm, xoş gördük. Ailəliyəm. Üç uşağım var. Yoldaşım babaya birisidir. Dört kızım Salə. Ona görə adlarını deyirəm ki, onlar bugünü çox həsrətliklə gözləyirlər. Qoy baxanda görsün ki, onların adını çəkmişəm. Böyük kızım Salə 8-ci sinifdə oxuyur. Ondan kiçik kızım Könül 7-ci sinifdə oxuyur. Kiçik oğlandır, Vüsal'dır. O da bu yıl Allah koysa məktəbə gedəcək. Sağ ol. Getir buraya kalın, ya sağ ol. O vaxtında var var, Ahmet. Nerede bir mektup yapmıştın sen benim? Süleyman olmamıştı mekanete. Aynı mı? O vaxt mekanete yakın olmadı ha. Neyse çağırdı Süleyman olmuş, bana can ban dağladı ve o vaxttan nereye gitti? Hemen koşmak olur ki siz öz yoldaşınız öyle soradı. İndi de ben bu ailenin terkimi ona göre verildirəm ki, deməli 10 il bir yerde okuyduğunuz halınızı, kulunuzu, xasiyyətinizi deməli ailenizi yaxşıdan çalışın. Oğlunuzu bunların, kızlarınızı da bunların oğlanlarına verin ki bir daha uzaklaşmayasınız. Daha da qohumlaşasınız, daha da sərinləşəsiniz. Qalın, bir yaxşı hava okursan, sonra da bir yaxşı hava çalışın. Çünkü burada sahil çoktur. Bakıdan Gəncəyə qədər olan qonaqlarımızın ona kadar hamısını oynayacaklar. Öyle var mı? Hazreti vurmuşsunuz ya, bu şehirde yaşıyorsunuz. O şehrin iradesini, rivazını sözden çıkartmıyor. Ve bunu şiddetlendirmek lazım. Ama Hasan... Her bir evladı şeref şöhret ile şan atadır. Başa tac, kalbe felek, taht-ı Süleyman atadır. Bütün evlada beşer dostu olan o alemde, yine der günde derdine derman. Körlü vatan esiyet isteyip dillerine kurban olmamayı dedi. İsteylem seyfe üstü döymeli, ellerine kurban olmayı dedi. Ata yolsa oğul bir tek solarmış, kızarlayıp seslerini yolarmış. Ataya da ata lazım olarmış, yollarına kurban olmayı dedi.
Ondan sonra bir yaz hava sarısı, gündüz hava. Ona havalar çarpsın, onlarla havalarını neye çarpsın? Yeah.